Çarpaz sorğulama bir şəxsin doğru cavabını tapmaq üçün ona müxtəlif suallar verilməsi üsuludur. Burada məqsəd insanın cavablarını tutarlı şəkildə yoxlamaqdır. Bu, sadəcə sual vermək deyil, eyni məsələyə fərqli baxışlardan yanaşmaqla həqiqətə yaxın olan cavabları ortaya çıxarmağa kömək edir. Çarpaz sorğulama çox vaxt polis və məhkəmə proseslərində istifadə olunur. Amma həyatda da biz bəzən bu cür suallar verərək birinin fikirlərini daha yaxşı anlamağa çalışırıq. Çarpaz sorğulama sadəcə bir metod deyil, bu düşüncənin açarıdır. Sualın necə verildiyi qədər cavabın necə ortaya çıxacağını da diqqət yetirməkdir. İnsan bəzən fərqində olmadan cavab verir. Mimikası ilə, hərəkətləri ilə, səsi ilə. Hətta susmaq belə cavabdır. Bəzən bir sual var. Səni cavab verməyə yox, düşünməyə məcbur edir. Qarşında bir insan yox, içindəki şübhə, qorxu, vicdan səni sorğuya çəkir. Danışa bilərsən, amma nə deyəcəyini bilmirsən. Çünki bəzən cavablar həqiqəti qorumaq üçün yox, onu gizlətmək üçün verilir. İnsanlar çox vaxt mən xatırlayıram deyərək əmin danışırlar. Amma həqiqət budur. Yaddaş bir kamera deyil. O çəkib saxlamır. O hiss edib təkrar qurur. Və bu təkrar hər dəfə biraz dəyişə bilər. İndi təsəvvür et, qarşında biri var. Sənə suallar verir. Səs tonu biraz sərtdir. Bəlkə də səni tələsdirir, bəlkə də eyni sualı müxtəlif şəkillərdə təkrar edir. O an beyin cavab tapmağa deyil, cavab uydurmağa başlaya bilər. Çünki insanlar stres altındaykən, xüsusilə də haqlı olduğu sübut etməyə çalışarkən yaddaşlarına deyil, müdafiə instinktinə güvənir. Bu o deməkdir ki, bəzən bir insana sual verməklə onu yalan danışmağa məcbur edirsən. Amma səhv danışmağa, yaddaşını dəyişdirməyə səbəb ola bilərsən. Və ən qorxulusu, insan özü də bu dəyişiklikdən xəbərsiz olur. Çarpaz sorğulama yalnız sual verməkdən ibarət deyil. Bu psixoloji bir oyun, bir növ güc mübarizəsidir. Sual verən, cavab verənin qarşısında, əli əlinin üstündə. İstəyir ki, qarşısındakı çaşsın, səhv etsin, ya da əslində nə düşündüyünü açıqca söyləsin. Bu oyun sadəcə məlumat almağa deyil, qarşıdakı insanın düşüncə tərzini dəyişdirməyə yönəlib. Məsələn, hər hansı bir yanlış cavab, cümləni təkrar vermək ya da biraz daha uzun düşünmək insanı zəif, çaşqın göstərə bilər. Təbii ki, əgər məqsəd məlumatı əldə etməkdirsə, hər şey gözə görünməz şəkildə düz gedir. Amma əgər məqsəd həmin insanı manipulyasiya etməkdirsə, o zaman sorğulamanın özünü dəyişmək lazımdır. Bir çox hallarda sorğulayan sadəcə doğru cavabı tapmaq istəmir. Amma qarşındakını öz reallığını qəbul etməyə məcbur edir. Bu, güc nümayişidir. Və bu güc bir çox insana çox tanışdır. Həyatda, işdə, şəxsi münasibətlərdə hər gün bu oyun oynanılır. Hər kəs yalan danışa bilər, amma çox az insan onu gizlətməyi bacarır. Bədən səs tonundan daha dürüstlür. Göz qaçırmaq, əllərin narahat hərəkətləri, boğazı qurutmaq ya da cümləni çox düşünərək demək bunlar hamısı siqnaldır və bu siqnalları yalnız diqqətlə dinləyənlər eşidə bilir. Çarpaz sorğulama zamanı yalan çox vaxt özünü detallarda büruzə verir. Sorğulayan eyni məsələni fərqli yollarla soruşur. Əgər cavablar ardıcıl deyilsə ya da bir cavab əvvəlkini təkzib edirsə, bu artıq bir ipucudur. Ancaq bəzi yalan danışan insan özü də artıq hansı versiyaya inandığını unudur. Çünki yalanın ən böyük düşmanı yaddaşdır. Doğrunu xatırlamaq asandır, amma uydurulmuş bir hekayəni qorumaq çətindir. Çarpaz sorğulama bu hekayənin arasında boşluq olduğunu tapmaq cəhdidir və bu boşluqlar çox vaxt səsdən əvvəl danışır.
Bu sorğulama yalnız polis otaqlarında baş vermir. O həyatın özündə də var. Bəzən bir dost sadə bir sual verir, amma içində onlarla şübhə var. Bəzən ailə üzvü sakitcə baxır, amma sanki deyir, nə baş verir səndə? İnsanlar bir-birinə hər gün çarpaz suallar verirlər. Bəzən açıq şəkildə, bəzən səssizcə, bəzən sualın özü deyilir, bəzən isə yalnız hiss olunur. Sən bir cümlə qurursan. Qarşı tərəf onun düzünü yox, içində gizlədiyini anlamağa çalışır. Bu, təkcə güc oyunu deyil. Bəzən sadəcə insanın insanı anlamağa ehtiyacıdır. Amma çarpaz sorğulamanın sirri bundadır. Sən nə qədər gizlətmək istəsən də, sözlərdən əvvəl səni hiss edirlər. Çünki həqiqət çox vaxt səssiz anlarda danışır. Sadəcə necə sustuğunu görmək üçün. Çünki bəzən həqiqət danışılanlarda deyil, arada çəkilən nəfəsdə, gözlərin qaçdığı bir anın içində gizlənir. Və sən nə qədər sözlərlə oynasan da, bir baxış bütün sirlərini açmağa bəs edir. Sual verən biri yoxdursa, sən özünü inandırırsan ki, cavab borcun da yoxdur. Bəs sən özünə nə vaxt sonuncu dəfə dürüst cavab vermisən?